Ümumən elə bütün dünyanın diqqət çəkdiyi bir məqamdan, bir müharibədən danışacağıq. Müharibə bilmirəm demək olar, demək olmaz. Hələ ki qarşıdurma belə deyək. Hələ ki açıq belə böyük savaşa girilməyib, amma böyük savaşa girmək ehtimalı var. Sizin ehtimalınız nə qədərdir? Bu müharibə nə qədər uzana bilər və əhatə dairəsi genişlənə bilərmi? Əvvəla onu qeyd edeyim ki, iyun ayının 13-də keçən gecə İsrail Müdafiə Qüvvələri İran İslam Respublikasına qarşı deməli hərbi əməliyyatlara başladı. Onun miqyası artıq genişlənib və hər iki tərəf bir-birinə qarşı ən müasir silahları tətbiq edirlər. İsrailin özünün verdiyi məlumata, rəsmilərin verdiyi məlumata görə, yəni son 6 ayda məhz bu gün baş verənlərlə əlaqədar çox ciddi hazırlıq işləri görülürdü. Və bilirsiniz ki, uranın təxminən 3,6% zənginləşdirilməsinə icazə verilir. İran bu qədər zənginləşdirib. Ancaq söhbət uranın zənginləşdirilməsi və sentrifuqların ki, bu məqsəd üçün istifadə edilir və 90% uran zənginləşəndə artıq onun nüvə silahının kesilməsi baş verir. Və İsrail tərəfinin və eyni zamanda Magetinin verdiyi məlumata görə İran 90%lik zənginləşməyə yaxın idi. Yəni söhbət həftələrdən gedə bilərdi ki, İran artıq belə bir silaha malik olsun. Dediyim kimi bu məlumat İsrailin yaydığı məlumatdır. Bu bizim mövqeyimiz deyil. Biz o eşitdiyimiz mətbuatın yaydığı mövqeyini söyləyirik. Və bunu əsas götürüb İsrail dövləti məlum hərbi əməliyyatlara başlayıb. Əməliyyat başlayarkən birinci hədəf, heç şübhəsiz ki, bu İranın nüvə obyektlərinin məhvi ilə bağlıdır. Əsasən bu nüvə obyektləri yerləşir Natanz şəhərində. Eyni zamanda ən böyüyü və həm də söhbət Qum şəhər yaxınlığında dağlıq ərazidə, neçə kilometrlərlə dağlıq ərazidə yerin dərin qatlarında yerləşmiş Ford deməli nüvə obyektindən gedir. Eyni zamanda İsfahanda, Tehranda belə nüvə obyektlərinin olması ilə bağlı informasiyalar var idi və İsrail tərəfinin verdiyi məlumata görə artıq Natanzada həmin hərbi obyekt, nüvə obyekt tamamilə məhv edilib. Onun uranı zənginləşdirmə qabiliyyəti 0% endirilib. Ford haqqında eyni fikir söyləmək çətindir, çünki verilmiş, yayılmış məlumatlarda həmin ərazi deməli İsrailin endirdiyi vakuum bombaların əsasında təxminən 2,5 amplitudasında hətta zəlzələrin qeydə alınıb, yəni o səviyyədə bir yeraltı təkanlar baş verir bu bombalama nəticəsində. Amma dəqiq dürüst məlumat yoxdur ki, doğrudan da bu obyekt tamamilə məhv edilib yoxsa yox. Çünki yerin alt qatında və dağlıq ərazidə yerləşir. Və İsfahanda endirilib belə zərbələr Tehranda və Tehranda isə bilirsiniz ki, əsas hədəf həm bu nüvə obyektləridir. İkincisi, əsas hədəf təkcə nüvə obyektləri deyil, bu ballistik raketlərin daşındığı ərazilərdir, zavodlardır, obyektlərdir, onlar ikinci hədəfdir. Həm də məlum olur ki, indi Netanyahu hökuməti artıq İranla bağlı üçüncü hədəfini açıqlayıb. Bu da İrandakı məlum siyasi rejimin devrilməsi ilə bağlıdır. Bu artıq yeni yanaşmadır. İndiyə qədər məhz nüvə obyektlərinin məhvindən söhbət gedilsin. İndi artıq ballistik raket və rejimin dəyişdirilməsindən kimi uzağa gedən niyyətlər qoyulub. Və eyni zamanda Netanyahu hökuməti bu hərbi əməliyyatların gedişatında İranın siyasi rəmzi məna daşıyan obyektlərini ilk növbədə hədəfə alıb. Bu, İran parlamentinin binasıdır. Qanunverici hakimiyyəti yəni biz məhv edirik. Bundan savayı İranın Ədliyyə Nazirliyi, İranın Daxili İşlər Nazirliyinin və digər obyektlərinin, hökumət obyektlərinin məhvindən söhbət gedir. Bundan savayı məlum olur ki, İranın Ali dini rəhbərinin iqamətgahlarının biri vurulub. Eyni zamanda onun fiziki aradan götürülməsi ilə bağlı artıq müəyyən məlumatlar yayılıb ki, belə bir niyyət var. Yeri gəlmişkən o informasiya da yayılıb ki, Birləşmiş Ştatların prezidenti Trump bu ideyanın əleyhinədir. Buna icazə vermir, stop qoyub ki, ali dini rəhbərin, ölkənin siyasi liderini götürmək olmaz. Söhbət ancaq gedə bilər hərbi obyektlərdən və hərbi vəzifəli şəxslərdən ki, İsrail üçün təhdid yarada bilər. Və belə yanaşma var. Bunkerdə olduğunu söyləyirlər ölkənin şimal-şərqində ali dini rəhbərin və analoji zərbələri İran İsrailə yönəldib. İsrailin Birləşmiş Müdafiə Nazirliyinin binasına qədər digər strateji obyektlər, hava limanı, Ben Gurion hava limanı və digər kəşfiyyat idarəsinin binası. Yəni bu kimi obyektlər və eyni zamanda yaşayış binalarına da çox ciddi zərər dəyib.
Və son məlumata görə bir 24 nəfərin dünənki axşama olan məlumatı ki, İsrail tərəfindən mülki şəxsdə itirilib. Çox təəssüf ki, hər iki tərəfdən Bəli, mülki şəxslər. İrandan isə daha böyük söhbət yüzlərdən gedir ki, itkilərin olduğu haqqında məlumatlar yayılıb.